Respublika Narkoloji Mərkəzdəyik. 42.624 xəstə qeydiyyatda olub, yəni Respublika üzrə. Narkotik asılılıqdan əziyyət çəkdiyini gizlədir. Valideynlərin özü inkar eləməyə başlayır ki, mənim uşağım heç bir istifadə etmir. Atanın, ananın borcudur. Narkotik asılılıq tək bir insanın deyil, bütöv ailənin və cəmiyyətin probleminə çevrilir. Respublika Narkoloji Mərkəzdəyik. 42.624 xəstə qeydiyyatda olub, yəni Respublika üzrə. Yəni bunlar hansılardır? Burada opium qrupbası olanlardır. Anaşadır, marixuana, qaşiş, plan, xüsuslar, nəsə kanabinoidlər, indisi kanaplyan sortlar. Bu asıllıq, bu patologiyanın qeydiyyatı gedir. Bir də polinarkomaniya deyirik. Bir neçə narkotik vasitələri insan eyni momentdə qəbul edir. Narkotiklə mübarizədə ailənin və cəmiyyətin rolu nə qədər vacibdir? Cəmiyyətin və ailənin rolu dedikdə, hər ikisinin də rolu çox önəmlidir bizim üçün. Ailənin ümumi daxili mühitinin necə olmağı, onların mövqeyi, uşaqların rəftarı, yəni bütün bunların təsir edici faktorları çox yüksəkdir. Eyni zamanda cəmiyyətin yanaşma tərzi çox önəmlidir. Bəzən elə hal olur ki, ailə öz doğmasının narkotik asılılıqdan əziyyət çəkdiyini gizlədir. Bu da sonda yaxşı nəticələnmir. İnsan əvvəl iş yerini itirir, ailədə problemlər yaranır və ondan sonra bu maddi tərəf var. Narkotik kifayət qədər çox pul aparır gündəlik və bu istər-istəməz açılır, aşkarlanır. Yəni bunu gizli saxlamaq da olmur. Və gec-tez insanlar tibb müəssisəsinə müraciət edir. Valideynlər buna diqqət etməlidir. Bu birincisi. İkincisi, valideynlərin özü belə bəzən bizim üçün qarşımıza alan faktor olur. Nə mənada? Valideynlərin özü inkar eləməyə başlayır ki, mənim uşağım heç bir istifadə etmir. Və valideyn əgər onu inkar edirsə, qəbul etmək istəmirsə və yaxud da onu fərqli formalarda demonstrasiya etməyə çalışırsa, təbii ki, biz burada yardımdan danışa bilmərik. Çünki ailənin birinci özünün qəbullanmağı çox önəmlidir. Sadəcə olaraq diqqət etmək lazımdır. Atanın, ananın borcudur. Ən azı 25 yaşa qədər onlara nəzarət eləməlidir. Güdməli deyil, onu təqib eləməli deyil. Həmişə övlad böyüyür, o azad böyüməlidir. Amma o valideyn nəzarətini özü bilmədən valideyn onu eləməlidir. Övlad məktəbdən gəlir, siqaret çəkir, valideyn fərqində deyil. Asılılığın inkişafına gedilən yol həm bioloji, həm psixi, həm də sosial faktorların birgə təsir nəticəsində yaranır və həm burada klinik psixoloq, həm narkoloq, həm psixiatr, həm sosial işçi, həm digər tibb sahəsinə olan işçi heyətinin birgə fəaliyyəti nəticəsində mümkün olur.